Məhrəmov Elgiz Həmiyyətoğlu. Havalar çox istidir. Bura istirahətə gələnlər, nə bilim yoldan keçəndən siqaretdən kimsə istifadə edir, atır lazım olmayan yerlərə. Havada çox istidir. Ona görə hamıdan xahiş edərdim. Maşınla gedənlər, gələnlər, bir yerdə istirahət edənlər buna çox diqqətlə məsuliyyəti yanaşsınlar. Əlbəttə ona görə indi bu kəndimiz yavaş-yavaş kəndimiz belə deyim canlanır. Hamı gəlir, gedir. Biz buradan gəldik bu kəndimizin qəbirstanlığını abadlaşdırmışıq. Buraya təsəlli tapırıq özümüzə. Ona görə də bax indi hal-hazırda hamı yığışıb, kəndin cəmaatı yığışıb bura, Saybalı kəndinin birliyi, hamı yığışıb bura. Alov gəlir bəri-sarı. İndi ağaçlarımız canlanır. Özünüz də görürsünüz ki, kəndimiz canlaşır. Ağaçlar böyüyür yavaş-yavaş. O vaxtı bu erməni vandalizmləri bu ağaçları yandırır da. Amma bu günlərim indi belə gəldi ki, indi kiminsə olan məsuliyyətsizin üzündən bu alovun qabağını almaq olmur. Alov alışıb minalı ərazilərimiz çoxdur. Allah nə deyim mən? Allah özü saxlasın. Allah sizə də dəyməsin ki, siz bu istidə siz bax düşmüsünüz bu kənd-bəkənd. İndi hal-hazırda siz gəlirsiniz bu tərəflərdən, o minalı yerlərdən, məzirdən gəlirsiniz. Orada partlayışlar eşidirik. Allah sizi qorusun. Həmişə Allah bütün şəhidlərimizə də rəhmət eləsin ki, bax bugünkü gün bizə yaşadıqlar. Biz kəndimizdə bu qəbirstanlığın üstündə özümüz təsəllimizi alırıq, uşaqlığımızı yadımıza salırıq. Kazımov Əlqan Əfqanoğlu. Yəni bu kəndin sakini, Saybalı kənd sakini. Bəli, Ağdam rayonu Saybalı kəndin sakini. Bu alov geniş əraziyə yayılır, kəndə də girir. Bunun qarşısını almaq olmur, niyə olmaq olmur? Hal-hazırda biz də eşitdik, gördük. Ona görə hamı bütün kəndin yaxın ərazilərində olan insanlar kömək üçün gəliblər bura. İndi bizim əsas məqsədimiz odur ki, qəbirstanlıq ərazisinə bu alov keçməsin deyə yığışmışıq bura. Əlimizdən nə gəlirsə onu yalabın bu üzə keçməyinə imkan verməyəcəyik. Qarşı tərəf alov gedən yer minalıdır. Yəni qarşı tərəf alov gedən tərəfi anamalar təmizlədiyi yerdə var, minalı olan yerlər də var. İndi hal-hazırda kəndin içindədir alovlar. Kimlərin evləridir məsələn? Bax məsələn, hal-hazırda burada yanan evlər rəhmətli Xumuş dayı, Şakir dayı, Meytinin, ondan sonra İsa dayının, mənim öz həyatım var orada, qardaşım İslamın həyatı var orada. Bax hal-hazırda oralar yanır bu dəqiqə. Amma gedə bilmirsiniz. Heç görə mümkün deyil, getmək mümkün deyil. Heç kimə də məsləhət görmürəm ki, alov olan tərəfə getsinlər. Çünki qorumaq lazımdır.